fərqli fikirlər yaradırlar. Qoca kişidə nə işiniz var? Onsuz da ölüb gedir. Elə bil ki, mübarizə Ramiz Mehdiyevin meyitinlə aparılır. Xeyr, Ramiz Mehdiyev terror örgütündən, Ramiz Mehdiyev dövlətinlə mübarizə gedir ki, o dövlətin özü Ramiz Mehdiyevin ölümünü istəyir ki, yenilənsin, yeni nəfəs alsın və mübarizədə daha aktiv yer alıb Azərbaycanı tam mənada işğal etsinlər. Çox təhlükəli bir tendensiya var. Mən hesab edirəm ki, onların da mesajının verilmə zamanıdır. Son zamanlar vəzifəyə qoyulan gənc kadrların böyük əksəriyyəti Ramiz Mehdiyev dövlətində olanların övladları və qohumları yaxınlarıdır. Ki, onlar Avropada təhsil alıblar, Amerika filan və eyni zamanda görəvə gəliblər. Hər kəsdə də belə bir fikir yaradıblar ki, Zahir bəy, bu ailəyə yaxın adamlardır. Ramiz Mehdiyev terror örgütünün aparıcı fiqurları artıq dövlət üçün aydındır. Son zamanlar vəzifəyə qoyulan gənc kadrların hamısı yenidən filtrdən keçirilməlidir. Ramiz Mehdiyevlə onların atalarını və yaxınların nə kimi əlaqələri olduğu ortaya çıxmalıdır. Özəlliklə burada İlham Rəhimli ilə Abbas Abbasov ciddi fəaliyyət göstəriblər. Moskva üzərindən idarə olunublar. Fethullah Gülen çətəsindən ortaq olaraq, Soros'un ayrı-ayrı qurum və quruluşlarına ortaq olaraq ciddi təşkilatlanıblar. Biz bunu Adnan Əhmədzadə pisliyi üzərindən baş verən cinayətdə də gördük ki, Fethullah Gülen yapılanmasından iç-içə olan, Batı dünyası küresel mafiyanın iç-içə olan, neft magnatlarının küresel pisliklərindən işbirliyinə girən bir adam Ramiz Mehdiyevlə necə iç-içə olub? Tək o deyil, ona bağlı olan bütün qurum və quruluşlar Ramiz Mehdiyev dövlətindən işbirliyindədirlər və digər tərəfdən də onların da Azərbaycanda bir sıra tək partiyaları deyil, partiyaların içərisində idarə heyətində olan böyük iş adamları, təbii ki, parlamentə daha çox təmsil olanlardan danışıram, yapılanmada media və sivil toplum təşkilatlarında ciddi örgütlənə biliblər. Onların hamısı aşkarlanmalıdır. Fethullah Gülen çətəsilə işbirliyinə girib, öz kirli lobbiçilik fəaliyyətlərində işbirliklərində olduqları Kemal Öksüz kimi adamları ifşasında adları keçənlər, Kemal Öksüz ki, o Yerevanda həbs olunmuşdu, erməni mafiyasıyla bir yerdə işbirliyində idi, onlar bunlarla bir yerdə idi. O mafiyanın Azərbaycan neft sektorunda, SOCAR üzərində Azərbaycan maliyyəsinin necə dağıdılmasında iştirakı, bir çox partiyaların orada maliyyələşməsi və bir çox radikal müxalifətində örgütlənməsində və yaşanmasında onların rolu geniş mənada açıqlanmalı.